Gedirsiniz apteka, bir ədəd salisil spirti alırsınız. Bizə lazımdır bir ədəd bu və bir ədəd qulaq çöpü. Açırsınız salisil spirtini. Burada qapaq olur. Qapağını çıxardıb qoyursunuz kənara. Batırırsınız. Üzünüzdə səpki hardadırsa, baxın, mənim burada bir dənə çıxılı dostum var. Heç bir nahiyə yox, sadəcə. İpsi, bu qədər. Bu prosesi 4 gün sadəcə səpki olan nahiyəyə tətbiq edirsiniz. Elə ikinci gün yuxudan oyananda görəcəksiniz ki, artıq səpki sivilcə kiçilib, bu qədər qalıb. Kosmetoloqlar salisil spirtini bütün üzədə məsləhət görürlər, amma mən kosmetoloq olmadığım üçün bunu sizə tövsiyə edə bilməyəcəm. Ən doğrusunu kosmetoloqunuzla və yaxud da dəri həkiminizlə məsləhətləşin. Amma bu üsulla səpki problemindən tamamilə qurtulacaqsınız. Və onu da qeyd eləmək istəyirəm ki, tətbiq etdiyiniz zaman orada xəfif yanma hiss eləyəcəksiniz və kənarları qızaracaq, qorxmayın. Bu prosedurun bir belə deyim, bəlirtisidir. Qorxmayın, sadəcə 4 gün içərisində bu səpki maksimum 4 gün, 3-cü günü də hətta tamamilə yox olub gedəcək. 4 gün içərisində səpki probleminiz tamamilə azalacaq. Amma onu qeyd eləmək istəyirəm ki, bu cür səpkilərlə rastlaşdığınızda qətiyyən onu sıxın və yaxud da belə-belə qaşıyın. Xeyr, bu səhv etməyin. O zaman səpki üzünüzün digər nahiyələrinə də yayılacaq və təəssüf ki, bunun qarşısını ala bilməyəcəksiniz. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Məni izləməyi, takib etməyi, bəyənməyi unutmayın. Hələlik.